Bəşəriyyətin yaddaşında bir sir var. Minillər boyu qorunan, söylənilən, yazılan, amma hələ də tam cavab tapılmayan bir sir. Divlər. Onlar sadəcə nağılların, miflərin qəhrəmanı deyil. Söylənilənlərə görə bu varlıqlar insanlardan qat-qat böyük, hətta dağ qədər böyük olurlar. Bəziləri bir neçə başla təsvir olunur, bəziləri isə heyvana çevrilə biləcək qədər fövqəli təbii güclərə sahibdir. Hər xalqın dilində, hər mədəniyyətin yaddaşında bu nəhəng varlıqların izləri mövcuddur. Qədim Şumer yazılarında, Skandinav əfsanələrində, Hindu mətnlərində və İslam inancında hər yerdə onlardan bəhs olunur. Məsələn, Ad tayfasının Quranda keçən hekayəsində Allaha üsyan edən nəhənglərdən danışılır. Tövratda isə Nefilim adlandırılan divə bənzər varlıqların göy ilə yer arasında gəzdiyindən bəhs olunur. Tarix boyu tapılan böyük insan sümükləri, iri ölçülü silahlar, nəhəng addım izləri və insan əli ilə inşa olunması mümkünsüz görünən daş konstruksiyalar. Bəziləri bunları divlərin mövcudluğuna sübut hesab edir. Baalbek, Saksahuyaman, Stonehenge kimi qisirli qalıntılar. Görəsən bunlar kimin əli ilə tikilmişdi? Günümüzdə belə meşələrdə və ya dağlarda sirli izlər, qeyri-adi səs qeydləri və insan gözünün görmədiyi varlıqlarla qarşılaşan şəxslər olur. Bəzi nəzəriyyələr bu varlıqların hələ də haradasa mövcud olduğunu deyir. Məsələn, paralel bir dünyada bizimlə yanaşı var olmağa davam etdiklərini. Bütün bu miflər, tapıntılar və inanclar bir sual ortaya qoyur. Divlər sadəcə əfsanədirmi? Yoxsa tarixin dərinliklərində gizlənən, unudulmuş bir gerçəklik. Bu gün birlikdə minillərin o tayına, unudulmuş nəhənglərin izinə səyahət edəcəyik. Qədim mədəniyyətlərin demək olar ki, hamısında bir ortaq məxluqdan, divlərdən bəhs olunur. Onlar hər xalqın yaddaşında fərqli adlarla yadda qalır. Amma hamısında insandan böyük, qorxunc, bəzən hikmətli, amma əksər hallarda təhlükəli və insanlarla qarşıdurmada olan varlıqlar kimi təsvir ediliblər. Şumer mifologiyasında Gilgamesh dastanında Humbaba adlı divdən danışılır. Humbaba meşələrin qoruyucusudur və 7 metrə qədər hündürlüyündə təsvir edilmişdi. Onun nəfəsi od kimi yanır, nərəsi isə göy gürultusunu xatırladırdı. Yunan mifologiyasında Odiseyin yanını kəsən Polifem adlı bir gözlü div var. O adətən insanları diri-diri yeyərdi. Ağıldan çox gücünü arxalanan bu div Qərbin ən qorxunc varlıqlarından biri kimi tarixə düşmüşdür. Tövratda isə Nefilim adlı varlıqlardan bəhs olunur. Tövratın yaradılış kitabında deyilir ki, göy oğulları və ya düşmüş mələklər insan qadınları ilə birləşdi və onların övladları yer üzündə nəhənglər, Nefilimlər oldu. Onlar o qədər güclü və hündür idilər ki, adi insanlar onların qarşısında özlərini çəyirtkə kimi hiss edirdi. Quranda isə Ad tayfasından danışılır. Allahın elçilərinə qarşı çıxan, böyük şəhərlər quran, gücünə və boyuna güvənən bir xalq. Rəvayətlərə görə bu xalqın üzvləri insanlardan qat-qat böyükdilər. Allahın əzabı onlara tufanla endi və onlar səhraya gömüldülər. Bəzi alimlər bu tayfanı divlər kimi təsvir edir. Azğın, nəhəng və əzəmətli. Bizim xalq ədəbiyyatında, xüsusilə Dədə Qorqud dastanlarında div obrazı mühüm yer tutur. Təpəgöz adlı varlıq, bir gözlü qorxunc div, Oğuz elinə qorxu saçır. Onu adi silahlarla məğlub etmək olmur. Bu varlıq Polifemə bənzər bir şəkildə qorxulu bir güc, sınaq və mifoloji düşmən simvoludur. Azərbaycandakı dağlarda, mağaralarda, qədim qayaüstü rəsmlərdə belə divlərin izlərini axtaran araşdırmaçılar bu əfsanələrin bəlkə də bir həqiqət əsasında qurulduğunu düşünür. Tarix boyu bəşəriyyət minillərlə ayaqda duran möhtəşəm tikililər yaradıb. Amma bəziləri var ki, onların necə inşa edildiyi bu gün belə sirr olaraq qalır. Buna misal kimi Livanın Baalbek məbədini misal göstərmək olar. Burada yerləşən Trilton daşlarının hər biri təxminən 800.000 ton ağırlıq arasında dəyişir. Bəziləri isə hətta 1200 tona yaxın çəkidədir. Bu o deməkdir ki, bu daşların hər biri təxminən 150 filin çəkisinə bərabərdir. Onlar yerində dəqiq şəkildə oyulub, mükəmməl düzülüb və təpəyə qədər qaldırılıb. Lakin bu hadisə 2000 ildən daha əvvəl baş verib, texnologiyanın sıfır səviyyədə olduğu bir dövrdə. Elm adamları bu strukturların insan əməyi ilə
minlərlə işçinin taxta dırnaq texnikasının və təməl fiziki prinsiplərinin köməyi ilə qurulduğunu deyirlər. Ancaq bu qədər dəqiqlik, bu qədər nəhənglik bugünün mühəndislərini belə düşündürür. Bu necə mümkün oldu? Misir piramidalarına baxsaq, xüsusilə Xeops piramidası 2,3 milyon daş blokdan ibarətdir. Hər blokun çəkisi orta hesabla 2,5 ton təşkil edir. Təkərin belə istifadə edilmədiyi bu dövrdə bloklar mükəmməl dəqiqliklə üst-üstə yığılmış, min illərdir ki, dağılmadan qalmışdır. Günümüzdə belə bu tikililərin adi insanlar tərəfindən inşa edilmədiyi fikri gündəmdədir. Bəlkə divlər kömək etmişdi. Bəlkə də bu insanlar özləri insan deyildi. Bəlkə onlar min illər əvvəl mövcud olmuş nəhəng bir irqə mənsub idilər. Bu iddialar ilk baxışda uydurma kimi səslənsə də, dünyada çoxsaylı qayaüstü rəsmlər, daş oymalar, hətta məzarlar tapılıb ki, onların içində insanlardan 2, bəzən 3 dəfə böyük skeletlər olduğu iddia edilir. 1800-cü illərdə Amerika qəzetləri nəhəng insan sümüklərinin tapıldığına dair xəbərlərlə dolub daşırdı. Fotoşəkillərdə 3-4 metr uzunluğunda insan skeletləri, iri kəllələr və qədim məzarlar görünürdü. Sonralar bəzilərinin saxta olduğu iddia olunsa da, bəzi tapıntılar hələ də mübahisəlidir. Kaptua, 2 başlı və 3,5 metr uzunluğunda bir cəsəd. İddialara görə bu varlıq Cənubi Amerikada tapılıb və illərlə Avropa sərgilərində nümayiş etdirilib. Bugün də onun ətrafında hələ də müzakirələr bitmək bilmir. Şimali Amerikada bəzi qazıntı sahələrində, xüsusilə qədim qəbirstanlıqlarda insan ölçülərini xeyli aşan sümüklər və məzarlar aşkarlanıb. Konspirasiya nəzəriyyəçiləri iddia edir ki, Amerikada tapılan nəhəng skeletlər Smithsoniana təhvil verilib və orada yox edilib. 2014-cü ildə belə bir iddia ali məhkəməyə qədər gedib çıxmışdır. İddialara görə bu skeletlərin varlığı insan təkamülü ilə bağlı əsas elmi nəzəriyyələri şübhə altına ala bilərdi. Məhz ona görə də gizlədildi. Ancaq bugünə qədər belə bir skeletin rəsmi sübutu yoxdur. Smithsonian bu iddiaları tamamilə rədd edir və heç vaxt nəhəng skeletlərə sahib olmadıqlarını bildirir. Bəs bu nə deməkdir? Bütün bu əfsanələr və iddialar sadəcə bir təsadüfdürmü? Həmin əfsanələrdə dağ boyda təsvir edilən divlər. Bəs reallıqda belə bir boy mümkündürmü? Elm bu suala konkret bir cavab verir. Bəli. Lakin bunun arxasında mistik qüvvələr yox, beyindəki hipofiz vəzinin pozğunluğu, yəni gigantizm dayanır. Robert Wadlow tarixdə qeydə alınmış ən uzun insandır. Boyu 2 metr 72 santimetrdir. Sadəcə ayaqqabı ölçüsü belə 75 idi. Onun böyüməyi heç vaxt dayanmadı və nəhayət cəmi 22 yaşında həyatını itirdi. Çünki insan bədəni bu qədər çəkinlik daşımaq üçün nəzərdə tutulmayıb. Bu qədər uzun boyda olan insanın sümükləri və zələri öz bədən ağırlığını belə saxlaya bilmir. Orqanlar funksiyasını itirir, qan dövranı çətinləşir və hərəkət məhdudlaşır. Günümüzün yaşayan ən uzun boylu adamı Sultan Kösən belə 2,51 metr boyundadır. O da yürümək üçün xüsusi ayaqlardan istifadə edir. Amma 5, hətta 6 metrlik divlər, bu boyda bir insanın yaşaması bioloji cəhətdən qeyri-mümkündür. Bədən bu qədər hündürlükdə özünü daşıya bilməz. Üstəlik orqanlar bu ölçüyə yoğunlaşa bilmədiyi üçün funksional olaraq yaşamaq imkansızdır. Bəs elə bu qədər? Əlbəttə ki, yox. Günümüz elmi 2,5-3 metrlik nəhənglərin yaşamasını genetik və anatomik baxımdan mümkünsüz sayır. Onlara görə insan skeleti 5-6 metr boy daşıya bilməz, sümük öz çəkisi altında sınar. Amma bəs ya bu çərçivələrin xaricində qalan tapıntılar necə olsun? 2000-ci illərdə Elbrus dağında tədqiqatçı Nikolay Salonka tərəfindən aparılan qazıntılar zamanı üzəri 5 tonluq daşlarla örtülmüş nəhəng məzarlar aşkarlandı. Bu məzarların ölçüləri adi insan qəbirlərindən çox böyük idi. Araşdırmalara görə bu daşları adi insan əli ilə düzəltmək mümkün deyildi. Onları yerindən oynatmaq üçün xüsusi texnika və ya güclü bir təsir qüvvəsinə ehtiyac var idi. Əlbəttə ki, bu araşdırmalarda Elbrus dağı tək deyildi. Rusiya ərazisindəki Eltevü kəndində uzun illərdir yerli sakinlərin gizli saxladığı və yalnız arxeoloqların bildiyi 2 metrdən uzun onlarca insan məzarı tapılıb. Nəinki məzarlar, hətta sümüklərin bəzi hissələri bu gün də sərgilənməkdən yayındırılır. Azərbaycanın özündə Şəkinin Kiş kəndində 20-ci əsrdə aparılan arxeoloji qazıntılar zamanı tapılan insan sümükləri ortalama insan ölçüsündən çox böyük idi. Bəzi alimlər bu tapıntıların Albaniya dövrünə aid olduğunu bildirsələr də, yerli əfsanələrdə bu qalıqlar nəhəng döyüşçülərə bağlanır. Sibirdəki buzlaqlar altında gizlənmiş mağaralarda aşkar olunan rəsmlər də bu suallara əlavə yanıtlar verir.
Əksər rəsmlər mağaraların üst divarlarında adi insanın çata bilməyəcəyi yüksəkliklərdədir. Bu təsvirlərin oraya necə çəkildiysə hələ də sirlidir. Avropada isə Stonehenge kimi abidələr ətrafında 19-cu əsrdə edilən qazıntılarda nəhəng insan sümüklərinin tapıldığı iddia olunmuşdu. Lakin bu məlumatlar da bir müddət sonra ya susturuldu, ya da tamamilə unuduldu. Daha qəribəsi isə budur ki, 1800 və 1900-cü illərə aid bəzi fotoşəkillərdə insanların ətraf mühit ilə müqayisədə xeyli uzun boylu olduğu görünür. Hətta həmin yerlərdə bu gün çəkilmiş fotolarda insanlar daha balaca və zəif təsir bağışlayır. Elm bəzi qapıları bağlaya bilər, amma tarix bəzən elə sirlər saxlayır ki, o qapıların arxasında bəlkə də insanlığın unudulmuş bir keçmişi dayanır. Bəs Azərbaycan necə? Bizim coğrafiyada divlərə aid izlər yoxdursa, niyə bu qədər çox mif, əfsanə və əlamətlər mövcuddur? Təpəgöz. Min illərlə ağızdan ağıza dolaşan bu ad təkcə bir əfsanədirmi? O, Dədə Qorqud dastanında dağ boyda bir gözü olan və insan yeyən bir nəhəng kimi təsvir olunur. Gözə görünməz, dəmirə oxşayan dərisi, ox keçirməz bədəni vardı. O, sadəcə bir obraz deyildi. İnsan ilə qeyri-insani gücün qarşı durmasının simvolu idi. Bu hekayə nədən yaranmışdı? Və ya bizə yaxın bir ad, Uğuzlar. Bu ad sizə tanış gəlirmi? Rəsmi mənbələrdə, xüsusilə də Azərbaycan Milli Ensiklopediyasında Uğuzlar Qafqazda yaşamış qədim türk dilli tayfa kimi təqdim olunur. Onların adı müxtəlif bölgələrdəki toponimlərdə, əfsanələrdə və xalq yaddaşında hələ də yaşayır. Bəzi tədqiqatçılar hesab edir ki, bu tayfa sonradan Oğuz adı ilə tanınan daha geniş türk dilli birliyin əsl mənşəyidir. Lakin Oğuzlar Təpəgözdən fərqli olaraq insan nəslindən idi. Əgər bu doğrudursa, bugün Oğuz türkləri adlandırdığımız milyonlarla insan əslində Oğuzların birbaşa nəvələridir. Bugünə qədər Təpəgözü öz gözləri ilə gördüyünü iddia edən bir çox şəxs olmuşdur. Nümunə kimi 69-cu ilin fevralında Bakı metropolitenində avtoçilingər işləyən Şamil Əliyev gecə növbəsində depo stansiyası yaxınlığında qəribə bir varlıqla qarşılaşdığını bildirir. O öz görüşündə bildirir. Gecə saat 2 radələrində növbətçi otağında uzanmışdım. Birdən darvaza səsi eşidildi. Ardınca qəribə addım səsləri. Sanki nəsə sürünür, sürüşür, amma ağırlıqla yeriyirdi. Bir neçə saniyə sonra qapının ağzında boyu 2 metrdən hündür, alnının ortasında tək, qırmızı gözlü, bədəni tünd qəhvəyi tüklə örtülmüş bir varlıq peyda oldu. Əlləri dizindən aşağı sallanırdı. Mənə baxmadan otağa keçdi. Stola yaxınlaşdı və 20 saniyə içində yoxa çıxdı. Ardınca həyətə qaçdım və uzaqdan it hürmələri eşidildi. Anladım ki, o varlıq həmin iti özü ilə apardı. Oxşar hadisə 89-cu ilin qışında Kürdaxanı kəndinin yaxınlığında baş verib. Adının çəkilməsini istəməyən bir vətəndaş qar üzərində adi insanın 4 dəfə böyük addımlar atan nəhəng, təkgözlü bir varlığı gördüyünü bildirir. Daha sonra bir başqa hadisə isə 6 iyul 91-ci ildə Xəzər Ali Dənizçilik Məktəbinin kursantları Əhmədli ərazisində zeytun bağlarının yaxınlığında eynilə bu varlığa bənzər bir şey gördüklərini bildiriblər. Onların dediyinə görə bu canlı bir gözü olan, torpaq qoxusu verən bir siklop idi. Həmin an o su içirdi. Kursantlar ona yaxınlaşdıqca həmin qoxu daha da güclü hiss olunurdu. Tanınmış ufoloq Fuad Qasımov bu mövzu ilə bağlı bildirib ki, Daşkəsən rayonu ərazisində sanki adi insan edə bilməyəcəyi formada hazırlanmış qəribə bir mağaraya rast gəlinir. Onun fikrincə bu mağara nə texnika, nə də insan gücü ilə qazına bilməzdi. Bu hekayələr hər nə qədər günümüzə gəlib çıxsa da, rəsmi olaraq qeyd edilən varlığa dair heç bir iz aşkarlanmamışdır. Nəhənglər həqiqətən varmı? Günümüzdə onlara aid olduğu iddia edilən, hətta bəziləri bir vaxtlar göz önündə olan məzarlar, nəhəng sümüklər, qədim şəkillər, qayaüstü rəsmlər və hətta yazılı qeydlər var. Ancaq qəribədir ki, bu sübutların çoxu ya itib, ya da nədənsə yoxa çıxarılıb. Bəlkə də qədim insanlar, hətta ilk canlılar bugün bildiyimizdən qat-qat böyük olmuşdu. Bəlkə də planetin o dövrdəki ekosistemi və enerjisi daha güclü, canlılar isə onlarla metr hündürlükdə idi. Bəlkə də nağıllarda eşitdiyimiz cırtdan əslində divlərin arasında olan bir insan idi. Siz bu haqqda nə düşünürsünüz? Bu videoda divlərin sirləri haqqında bildiklərimizi sizinlə bölüşməyə çalışdım. Əgər bu cür sirli, maraqlı araşdırma videolarının davamını istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı və ən əsasda kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək ümidilə.